1992-ci il oktyabrın 14-də əlilliyi olan bütün insanların hüquqlarını qorumaq, onların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası məqsədi ilə BMT Baş Assambleyasının qərarı ilə dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü elan olunmuşdur. Azərbaycanda BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyaya qoşulmuşdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strateji xətt bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dekabrın 3-də Qusar rayonunda 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilmişdir. İlk öncə rayonun rəhbəri Sahir Məmmədxanov Qusardan olan Rəssamlıq Akademiyasının məzunu rəssam Orxan Bəkirovun qəhrəmanlarımıza həsr etdiyi rəsmləri ilə maraqlandı. İcra başçısı 44 günlük vətən müharibəsindən bəhs edən kitab sərgisinə də baxış keçirdi. Sonra görüş Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla iad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və 44 günlük vətən müharibəsində qazanılmış parlaq qələbə ilə bağlı film nümayiş olundu. Azərbaycanın gələcəyini düşünürəm. Mən çox istəyirdim ki, Tədbir çərçivəsində iştirakçılara dövlət tərəfindən şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumatlar verildi. Qeyd olunub ki, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən mənzil və fərdi evlərin verilməsi, sosial ödənişlərin artırılması, reabilitasiya xidmətlərinin genişləndirilməsi və müalicə prosesinin dövlət hesabına təmin edilməsi onların rifah halının yüksəlməsinə xidmət edir. Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə müharibə əlillərini təbrik edib. Onların vətən uğrunda göstərdikləri igidliyin dövlət və cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial dövlət siyasəti bugün Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. İcra başçısı vurğulayıb ki, bu istiqamətdə görülən işlərin davamı olaraq Qusar rayonunun Balakusar nümayəndəliyi ərazisində şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş ümumilikdə 112 mənzildən ibarət olan 2 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisinə başlanmışdır. Bu istiqamətdə tədbirlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Azər Badamov, 1-ci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, Azərbaycan bayrağı ordenli polkovnik Şair Ramaldanov, Vətən müharibəsi qəhrəmanı mayor Renat Şıxnəbiyev, 1-ci Qarabağ müharibəsi iştirakçısı Qusar Bələdiyyəsinin sədri Təlim Yarmətov öz nitqlərində bildiriblər ki, Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində qazandığı parlaq zəfər dövlət başçımızın qətiyyətli iradəsi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı sayəsində qazanılmışdır. Qeyd olunub ki, müharibə iştirakçılarına göstərilən dövlət dəstəyi yalnız sosial proqramlarla məhdudlaşmır. Eyni zamanda onların cəmiyyətdə layiqli yer tutmasına yönələn geniş strateji xəttin tərkib hissəsidir. Tədbir çərçivəsində çıxışlarla yanaşı Qusar rayon Mədəniyyət Mərkəzinin və Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları, mədəniyyət nümayəndələri və bədii öz fəaliyyət kollektivləri tərəfindən musiqi nömrələri, rəqs kompozisiyaları və səhnəciklər təqdim olunub. Bədii musiqili proqram tədbirə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qusar rayon icra başçının dəvəti ilə gəldiyim bu tədbir çox səmimi bir tədbir oldu. Xüsusən də rayonda aparılan işlər, əlillərlə bağlı, qazilərlə bağlı, verilən qayğılarla bağlı, bu ancaq Bakının dilindən yox, biz burada iştirak edən qazilərdən, əlillərin dilindən eşitdik və çox məmnun olduq. Çox səmimi bir görüş keçdi və bir daha bu görüşə dəvət etdiyim üçün və bu görüşdən zövq ala bildiyim üçün
və döyüşçü yoldaşlarımla burada bəziləri ilə görüşməyə imkan yaratdığı üçün hamınıza və birinci növbədə başçıya öz minnətdarlığımı bildirirəm. Mən də bütün əllərimizə Allahdan can sağlığı, şəfa arzu edirəm. Təşəkkür edirəm ki, rayon başçımıza bugün biz əlləri sevindirib, belə bir məclis təşkil edib, əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Ölkə rəhbərliyimizin hər zaman qayğı və diqqətindəyik. Təşkilatçılar hamısına minnətdarlığımı bildirirəm. Allah hamısına can sağlığı versin. Bugün özümü şad hesab edirəm ki, bugün mən silahdaşların içində oturub burada belə bir məclislərdə iştirak edirəm. Allah hamısına can sağlığı versin. Bu qazi qardaşlarımıza Allah kömək olsun. Təbii ki, şəhidlərimizə də Allah rəhmət eləsin, onların qəbri nurlu olsun. Bir daha bütün bu qazi qardaşlara, burada məclis təşkil edənlərə can sağlığı, bir daha bayramları təbrik etmək istəyirəm. Feyruz Qayıtmazov, İlkin Qayıtmazov, F Production, Qusar.